Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə uzaq şərq ölkələrindən ikinci olan Çinlə mövzu izahatımızı davam elətdiririk. Baxaq, 19-cu yüzilliyin əvvəllərində Çində vəziyyət nə yerdədir? Ümumilikdə 19-cu yüzilliyin əvvəlləri Hindistan dediyimiz kimi İngilis müstəmləkəsi altındadır tam şəkildə və burada ağ ölüm adlanan tiryək istehsal olunur. Tiryək yəni xalq arasında bu narkotik vasitələr olaraq bilinir. Elmi dildə tiryək həddindən artıq istehsal olunurdu Hindistan ərazisində və bu dövrdə Osint şirkəti hələ də 19-cu yüzilliyin əvvəllərində var və Osint şirkəti Çinin daxili bazarlarına gətirib tiryək satırdı və tiryək alış-verişindən böyük miqdarda Osint şirkəti və ingilislər gəlir əldə edirdilər. Ümumilikdə Çinin də vəziyyəti o dövrdə buna belə deyək ki, şərait yaradırdı. Hətta Çin hökumətinin özü belə yerli idarəetmə orqanlarda tiryəkin satışı ilə maraqlı idilər. Çünki onlar buradan özləri də pul qazanırdılar. Bundan başqa Çinin bu dövrdə bir siyasəti var. 18-ci əsrdən 1757-dən bu siyasəti yeni yetirirlər. Özünü təcrid siyasəti. Özünü təcrid siyasəti nə idi? Digər dövlətlərdən özünü ayırırsan və onların heç biri ilə əlaqə saxlamırsan. Məsələn, Çindir, Yaponiyadır, onlar bu tip özünü təcrid siyasəti yeni yetirirdilər. Baxaq, bəs Çinin özünü təcrid siyasəti Avropa ölkələrinə necə təsir göstərir? Avropa ölkələri çalışırlar ki, Çində ticarət kontorları açsınlar, ticarət mərkəzləri yaratsınlar, lakin bunda müvəffəqiyyətli ola bilmirlər və məcbur başqa yollarla bura gəlib, belə deyək, qaçaqmalçılıq yolu ilə burada ticarət aparırlar. Və ilk vaxtlar Çinlilər buna susurdular, ta ki, nə vaxta qədər. İrəliyək. Ümumilikdə yavaş-yavaş Osint şirkəti həddindən artıq pul qazanmağa başlayır tiryək sahəsindən və tiryəkin alış-verişindən İngilis xəzinəsinə, dövlət xəzinəsinə bir xeyli miqdarda gümüş pul gəlirdi. Lakin Çində artıq zaman keçdikcə, belə deyək, irəli düşüncəli insanlar, mütərəqqi fikirli insanlar Çin imperatorunu başa salırlar ki, bəs bu tiryək, yəni ağ ölüm bizim insanları məhv eləyir və bizim xalqımız məhvə düçar olur. Çin imperatoru onların məsləhətlərinə qulaq asır və 1800-cü ildə tiryəkin satışını qadağan edir. Beləliklə, Çində tiryəkin satışı nə zamandan qadağan olur? 1800-dən. 1800-cü ildə ləğv olunmasına baxmayaraq, bu ticarətin qaçaqmalçılıq vasitəsilə bəs Hindistan ərazisindən Osint şirkəti gətirib burada yenə də məhsullar satırdı. Və Çin hökuməti buna qarşı tədbirlər görür. Belə ki, xüsusilə cənub sərhədlərində fəaliyyət göstərən İngilis tacirlərinə ağ ölümə qarşı mübarizə aparır, qaçaqmalçıların mərkəzlərinə daxil olur, İngilis faktoriyalarına gedərək İngilis tacirlərinin mallarını müsadirə edirdilər. Faktoriya nədir? Burada işlətdiyində faktoriya sözünü. Faktoriya hər hansısa bir ticarət mərkəzi deməkdir, ticarət nöqtəsi. Hansısa bir xarici ölkənin başqa bir ölkədəki ticarət məntəqəsi adlanır. Nə? Faktoriya. Bu və yaxud yaşayış məntəqəsi olaraq da adı çəkilə bilər bunun. Deməli, Çinlilər ağ ölümə qarşı necə mübarizə aparırdı? Qaçaqmalçılar tapır, məhsullar müsadirə olunur, yandırılır, məhv olunurdu. Xüsusilə İngilis faktoriyalarında bu ağ ölümə qarşı mübarizə ciddi sürətdə aparılır Çin hökuməti tərəfindən və onların malları müsadirə olunurdu. Məhz elə bundan sonra İngiltərə-Çin münasibətləri kəskinləşir. İngiltərə hökuməti deyir ki, bəs sən öz ölkəni nə etməlisən? Bütün Avropa ölkələrinə açmalısan və tiryək alveri yenidən başlamalıdır. Gəldik 1840-42-yə, birinci tiryək müharibəsinə. Birinci tiryək müharibəsi 1840-da başlayır. Müharibənin başlamasının əsas səbəbi isə Çində İngilislərin tiryək alverini artırmaq istəməsi idi. Onlar tiryəkin üzərinə qoyulan bu qadağanı ləğv etmək istəyirdilər. Müharibə İngilis hərbi dəstələrinin Çin limanlarına yaxınlaşması və Çin limanlarını dağıtması ilə başlayır, yandırması ilə başlayır və müharibənin gedişatında Çinlilər yüksək texnologiyaya malik İngilis hərbi donanmasına qarşı aciz qalır və məğlub olurlar və 1842-ci ildə Nankin müqaviləsi imzalanır. Birinci tiryək müharibəsi 1842-də hansı sülhlə başa çatdı? Nankin sülhü ilə. Baxaq görək Nankin sülhünün şərtlərində nə deyilir? Şərtlərinə görə bir təzminat ödəməlidir Çin.
2. 5 şəhərini, 5 liman şəhərini ticarət üçün açmalıdır. 3. İngilis tacirlərinə güzəştlik etməlidir və həmçinin eksterritoriallıq hüququ verməlidir İngilis faktoriyalarına. Eksterritoriallıq. Bunun mənasını indi açıqlayacağam. Davam elədik. 4. Xarici dövlətlər içində məskən salmaq, qoşun saxlamaq, ticarət etmək hüququ əldə edirdilər. Bütün xarici dövlətlər içində nə edə bilərdilər? Hərbi məskən sala bilər, ticarət məskəni sala bilərdilər. Və həmçinin 5. Son olaraq Hong Kong şəhəri və yaxud Siangan, daha çox Hong Kong adı ilə bilinir, İngilislərin mülkiyyətinə keçirdi. Beləliklə, ondan kimi müqaviləsinə görə təzminat 5 liman şəhər açılmalıdır İngilislər üçün, Avropalılar üçün, İngilis tacirlərinə güzəş, eksterritoriallıq hüququ verilməlidir. Xarici dövlətlər içində ticarət məskənləri, hərbi məskənlər sala bilərlər və həmçinin Hong Kong şəhəri verilirdi İngilislərin mülkiyyətinə. İndi baxaq, eksterritoriallıq nədir? Eksterritoriallıq sözün mənası toxunulmazlıq deməkdir. Yəni, bayaq Çinlilər nə edirdilər? Gedirdilər İngilis faktoriyasına, onların mal mülkünü nə edirdilər? Müsadirə edirdilər. Artıq onların bunu etmək hüququ yoxdur. Çünki artıq İngilis faktoriyalarının nə hüququ var? Eksterritoriallıq, yəni toxunulmazlıq hüququ. 1842-ci ildə bağlanan İngiltərə ilə olan bundan kimi müqaviləsinə bənzər 1844-cü ildə Çinlilər həm Fransa ilə, həm ABŞ-la bu tipdə bir müqavilə imzalayır və Fransa ABŞ-a da eyni bu tipdə hüquqlar tanıyırlar. Davam elədik. Danışırıq indi nədən? Taypinlər üsyanı. Taypin sözünün mənası böyük səadət deməkdir. Çində baş vermiş üsyanımızdır. 1850-1864-cü illərə əhatə edir. Bunların əsas məqsədi kimlərə qarşı yönəlir? 1. İngilislərə qarşı. Daha doğrusu xaricilər deyək. Sadəcə İngilislər yox idi bu dövrdə. Xaricilərə qarşı. Xarici ölkələrin zülmü və həmçinin də ki, Çinin öz zülmü Mancur Tsin sülaləsinə qarşı. Mancur Tsin sülaləsi həmən 1644-dən 1911-ə qədər Çini idarə edən sülalədir və onlar da xarici qüvvələrlə yanaşı ağır vergi siyasəti yeridir və Çin kəndlərinin vəziyyətini edirdilər, ağırlaşdırırdılar. Davam elədik. Taypin üsyanının yönəldiyi nöqtələrdə dedik. Taypin üsyanının gedişatında nə baş verir? Taypinçilər gəlirlər Nankin şəhərini ələ keçirirlər və burada kəndli imperiyası yaradırlar. Kəndlilərin imperiyasını və bu kəndlərin imperiyasında Taypinlər bir sıra hüquqlar, azadlıqlar elan edirlər. Belə ki, Taypinlər qadın-kişi bərabərliyi elan edir. Qadın və kişilərin hüquqları bərabər olacaqdı. Və bununla yanaşı onlar vergiləri xeyli azaldırdılar. Vergilər azaldılırdı. Taypinçilər ümumilikdə ümumi bərabərlik ideyası daşıyırdılar. Deyirdilər ki, hər kəs həm mənəvi cəhətdən, həm hüquqi cəhətdən, həm mülki cəhətdən nə olmalıdır? Bərabər olmalıdır. Heç bir varlı kasıb təbəqəsi ola bilməz. Və Taypinlər ilk dəfə dünya tarixində qadınlarla kişilərə bərabərlik hüququ verən hərəkatlardan məhz biri olubdur. Davam edirik. Birinci, ikinci Tiryev müharibəsi arasında baş vermişdi Taypin hərəkatı. İkinci Tiryev müharibəsi də onda var. İkinci Tiryev müharibəsi neçənci illərə əhatə edir? 1856, 1860. İkinci Tiryev müharibəsində nə baş verir? İkinci Tiryev müharibəsinin başlamasının ilk öncə səbəbini deyək. Belə ki, müharibənin başlamasından əvvəl 1856-da dünya tarixində Krım müharibəsi başa çatır və Krım müharibəsindən qalibiyyətlə ayrılan İngilis və fransızlar Çin hökumətindən Nankin müqaviləsinin şərtlərinə yenidən baxmaq haqqında bir tələb irəli sürürlər. Lakin Çin imperatoru bunu qadağan edir. Deyir, yox, müqavilənin şərtlərinə bir daha baxmayaq. İngilislər nə tələb edəcəkdilər? İngilislər yenə əvvəlki hüquq və imtiyazların artırılmasını istəyir və həmçinin də ki,
Çin daxili çaylarında, Çin ölkəsinin daxili çaylarında rahat şəkildə ticarət etmək istəyirdilər bunlar. İstəyirdilər ki, daxili sulardan da istifadə edərək Çinin dərinliklərinə gedərək sadəcə limanda yox, həmçinin harda? Həmçinin ölkənin daxilində də ticarətlə məşğul ola bilsinlər. Lakin bu tələbləri rədd edəndən sonra Çin imperatoru 1856-60-cı illəri əhatə edən 2-ci Tiryək müharibəsi başlayır. 2-ci Tiryək müharibəsi də Çinlərin 1860-cı ildə yenə məğlubiyyəti ilə başa çatır və 2-ci Tiryək müharibəsinin sonunda yeni bir sülh müqaviləsi Pekin sülhü bağlanır. 1860-cı ildə imzalanan sülhümüz nə adlanır deməli? Pekin müqaviləsi. Pekin müqaviləsində nə deyilir? 1. Sonunda tiryəkin açıq satışına icazə verilir. 1800-cü ildə qadağan qoyulmuşdu. Artıq tiryək açıq şəkildə satıla bilərdi. 2. Çin həm Fransaya bu səfər, həm İngiltərəyə təzminat ödəməli idi. Deməli, Nankin və Pekin müqavilələrinə oxşar cəhəti hər ikisində təzminat məsələsi var. 3. Çinlərdən nə tələb eləmişdi İngilis, fransızlar? Daxili sular, çaylarda rahat şəkildə hərəkət eləmək. Çinlər İngilislərə Yansı çayı vasitəsilə üzmə hüququ verdilər. Yansı da ən böyük çayıdır Çinin və bu çay vasitəsilə ölkənin daxillərinə gedib rahat şəkildə ticarət etmək olardı. Ancaq burada bir amma var. Nədir bu amma? Yansı çayının böyük bir qismi Taypin üsyançılarının əlində idi və Taypin üsyanı Manchur Çin sülaləsinin qoşunları hələ yatırda bilməmişdilər. Bu üsyan hələ də davam edirdi. Belə olanda həm Fransa, həm İngiltərə, həm ABŞ qoşunlarının köməyi ilə Taypinlər üsyanı 1864-cü ildə bastırılır. Deməli, Çinlilər Manchur Çin sülaləsi, yəni Taypin üsyanının yatırılmasında kimlərin qüvvələrindən istifadə edib? Xarici qüvvələrin. Bunların içərisində İngiltərə, Fransa və ABŞ-ın qoşunlarını biz aid edirik. Və salam, bu da bu hissə. Beləliklə Çin 1842-ci il Nankin müqaviləsi ilə birlikdə ilk dəfə yarım müstəmləkə vəziyyətinə düşdü. 1860-cı ildə isə artıq ölkənin daxillərinə belə xarici tacirlər tutunaşdı, xarici ölkələr tutunaşdı və İngiltərədə yarım müstəqillik vəziyyəti, yarım müstəmləkəçilik siyasəti tam şəkildə oturtuldu. Artıq Avropa ölkələri Çini öz nüfus dairələrini bölərək Çinin içərisində ticarətlə məşğul olaraq Çinin təbii sərvətlərini talamağa başladılar. Sadəcə Avropa ölkələri yox. 1858 Rus imperiyası Çinlə yeni bir sərhəd müqaviləsi imzalayır. Ayqun müqaviləsi. Ayqun müqaviləsinin şərtinə görə Amur çayının sol sahili veriləcəkdi Rusiyaya. Və bundan başqa 19-cu yüzilin ikinci yarısında Çin bir sıra ölkələrlə, başqa ölkələrlə müharibə aparır. 1884-85 burada bizim mübarizəmiz gedir Fransa ilə. 1894-95-də isə Yaponiya ilə Çin müharibəsi baş verir. Yadda saxlamaqdan ötəri asan illərdir. Çin, Fransa arasında 84-85, Çin, Yaponiya arasında müharibə isə 1894-95 və hər iki müharibədə Çin məğlub olur. Böyük ərazilər itirir. Xüsusilə Koreya, Vyetnam və Tayvan adaları üzərində, yarımadalar üzərindəki hakimiyyətini Çinlilər itirirlər bu müharibə nəticəsində. Gələk 20-ci əsrin əvvəlləri Çinin vəziyyəti. 20-ci əsrin əvvəllərində vəziyyət nə yerdədir Çində? Belə ki, Çin yarım müstəmləkə rejimindədir bu dövrdə. Bundan başqa Çin imperatorları o qədər hərbi məğlubiyyətlər alıbdılar ki, dövlətin iqtisadiyyatı çöküb, ölkəsindən artıq zəifləyib və bu dövrdə mütərəqqi düşüncəli insanlar Çinin yenidən ordu və donanmasını bərpa eləmək istəyirlər və bundan başqa da dövlətin ən əsas məsələ gəlir nöqtəsi olan dövlət sənayesini yenidən qurmağa çalışırlar. Deməli, bu dövrdə dövlət sənaye sahələri, yəni dövlətin gəlirlərini artırmaqdan ötəri sənaye sahələrinə maliyyə qoyulmağa başlanılır yenidən və bundan başqa Çinin hərbi donanmasının və ordusuna qoyulan maddiyat, kapital, sərmayə daha da artırılır. Bu dövrdə bizim bir ittifaqımız var. Birləşmiş İttifaq adlanan bir partiyadır bu. Birləşmiş İttifaq nədir? Nə zaman yaranıb? 1905-ci il.
Birləşmiş İttifaq nədir? Bu içində yaranmış bir partiyadır. Ümumilikdə 20-ci əsrin əvvəlləri, 19-cu əsrin ikinci yarısında bir sıra ölkələrdə partiyalar yaranmağa başlayır və partiyalar yeni dövr tarixində ölkələrin hökumətlərinin qurulmasında iştirak edirlər və həmçinin bir sıra partiyalar, bu adlarını çəkdiklərimiz inqilablarla yadda qalıblar. İçində yaranan belə partiyalardan biri Birləşmiş İttifaqdır. 1905-də yaradılıb. Qurucusu isə Sun Yat-sen olubdur. Sun Yat-sen 1905'te Birləşmiş İttifaqı yaradır və Birləşmiş İttifaqın proqramında belə bir maddə var idi. Onlar deyirdilər ki, Çinin bu qədər geridə qalmasının əsas səbəbi məhz Mancur Tsin sülaləsidir. Mancur Tsin sülaləsinin hakimiyyətinə, imperator hakimiyyətinə Çində son qoyulmalıdır və bundan sonra elə Çində inkişaf əldə olunacaq. Və Birləşmiş İttifaqın başçılığı ilə 1911-13-cü illərdə Çində inqilab olur. Çin inqilabı və bu inqilab nəticəsində Mancur Tsin sülaləsinin hakimiyyətinə son qoyulur. Sun Yat-sen onun Birləşmiş İttifaqının proqramında 3 əsas nöqtə dayanırdı. 1. Xalq rifahı, 2. Demokratizm, 3. Millətçilik. Onun bu proqramı bütün xalq tərəfindən qəbul olunur. 1911-13-cü il inqilabına səbəb olur. İnqilab uğurla başa çatır. Mancur Tsin sülaləsinin devrilir. Çində konstitusiya elan olunur. İlk dəfə Çində konstitusiya qəbul olunur və ölkə respublika elan olunur və özdə necə respublika, prezidentli respublika və ölkənin ilk prezidenti də elə Sun Yat-sen olur. Beləliklə 20-ci yüzilliyin əvvəlləri mütərəqqi düşüncəli insanlar neylədilər? Sənayeyə kapital qoymağa başladılar. Bundan başqa təhsil sahəsinə kapital qoydular. Başqa ordu və donanmanı yeniləməyə çalışdılar. 1905-də Birləşmiş İttifaq yarandı. Rəhbəri Sun Yat-sen qoyduğu proqramda 3 əsas məqsəd xalqın rifahını təmin etmək, demokratizm və millətçilik ideyaları idi və o əsas günahı Çin imparatorluğunda görürdü. Mancur Tsin sülaləsində görürdü. Deyirdi bizim dövlətin yarım müstəqil olmasının, yarım müstəmləkə olmasının əsas səbəbi elə Mancur Tsin sülaləsidir və buna görə də 1911-13-də inqilab baş verir və inqilab nəticəsində 1. Mancur Tsin sülaləsi 1913-də devrilir. 2. Konstitusiya elan olunur. 3. Respublika yaradılır. 4. Respublika prezidentli respublika olur və ilk prezident isə elə Sun Yat-sen olur. Beləliklə biz sizdə Çinin mövzu izahatını yekunlaşdırdıq bugün. Ümid edirəm sizin üçün anlaşıqlı oldu mövzunun izahatı. Gələn mövzu izahatlarında görüşənə qədər sağ olun, salamat qalın.